Salam uşaqlar. Bugün 8-ci sinif yeni dərslik əsasında 3-cü bölmədən 4-cü dərsin izahına baxırıq. Qanın tərkibi və qanın funksiyalarından danışacağıq. Burada biz aparat görürük. Bu aparatın adı sentrifuqa aparatıdır. Və insan qanı laboratoriyada xüsusi üsulla sentrifuqa aparatı vasitəsilə çöktürülür. Bax, burada sentrifuqa demək sürətli şəkildə dövr edir və bundan sonra sınaq şüşəsində biz 3 dənə təbəqə görmüş oluruq. Bu təbəqələr hissələrə ayırsaq, bax bu hissə olur qırmızı qan hüceyrələri. Biz bunu 6-cı sinifdən də bilirik. Bunlara deyirik eritrositlər. Daha sonra bu ağ təbəqə, burada deməli iki növ hüceyrələr olacaq. Bir ağ qan hüceyrələri, biz bunlara deyəcəyik leykositlər. Bir də qan lövhəcikləri və yaxud da ona deyəcək trombositlər. Bunlar 6-cı sinifdən bizə məlumdur. Və burada bu sarı olan hissə isə plazma olacaq. Qanın plazması. Gəlin indi baxaq görək, insan orqanizmində qan hansı funksiyalar yerinə yetirir, tərkibində hansı hüceyrələr var. Ümumiyyətlə, insan orqanizminin daxili mühiti nisbi sabitdir. Təbii ki, nisbi sabitliyini tənzimləmək üçün bir neçə vasitələr olmalıdır ki, onun tərkibi nisbi sabit qalsın. Qanın daxili maye mühitinə aiddir qan, limfa və toxuma mayesi bura aiddir. Və qan özü maye halındadır və birləşdirici toxumaya aiddir. Birləşdirici toxumanın bir növüdür. Qanda, limfada bunlar birləşdirici toxumanın növüdür. Adətən orta yaşlı sağlam insanın bədəninin 7-8%-ni qan təşkil edir. Tutaq ki, desək ki, məsələn, 50 kiloqramlıq insanın bədənində nə qədər qan var? O zaman 50 kiloqrama görə 100%-dirsə, deyək ki, 7%-dən götürürük. 7% x-dir. Deməli, buradan x bərabərdir. 50-ni vururuq 7-yə, bölürük 100-ə. Bu da eləyəcək 3,5 litr. Deməli, 50 kiloqram çəkisi olan insanın bədənində 3,5 litr qan olur. Və orqanizmimizdə olan qan bir neçə funksiyaları yerinə yetirmiş olur. Görək, hansı funksiyaları yerinə yetirir. Ən birinci qan, birinci olaraq daşıyıcı funksiya yerinə yetirir. Yəni, qan həm qidalı maddələri daşıyır, qan plazması vasitəsilə, həm də oksigeni daşıyır. Bu da təbii ki, qırmızı qan hüceyrələri ilə. Həmçinin bədənimizdə olan həyat fəaliyyəti nəticəsində hüceyrələrdə əmələ gələn parçalanma məhsullarının kənarlaşdırılmasında iştirak edir. Deməli, bu oldu onun daşıyıcı funksiyası. Sonra ikinci, qan orqanizmə daxil olmuş patogen orqanizmlər, mikroorqanizmləri, müxtəlif zərərli maddələri zərərsizləşdirir. Təbii ki, bunu həyata keçirən leykositlərdir, anticismlərdir. Daha sonra hormonların daşınmasında və orqanizmin istilik tənzimində iştirak edir. Bu da olacaq bunun deməli 3-cü funksiyası tənzimində iştirak edir. Əslində qanın deməli digər funksiyalarını da deyə bilərik. Hansı ki tənzimləyici olsun və yaxud da ki hormonların daşınmasında deyək ki rol oynamasını da deyə bilərik. Daha sonra keçək növbəti, baxaq, deməli, burada bizə əslində mikroskop altında müşahidə aparılması göstərilmişdir və burada biz qanın tərkibində olan müxtəlif hüceyrələri görmüş olacağıq. Qanın tərkibi, qan özü iki hissəyə bölünür. Qan ibarətdir plazmadan, qanın plazmasından və formalı elementlərdən və yaxud da ki, qan hüceyrələrindən. Gəl uşaqlar, buradakı deməli videoda biz buna baxaq. Baxın, deməli burada qanı göstərilir. Görürsünüz, içində qırmızı rəngdə daha çox olan hüceyrələr var. Hansı ki, biz buna eritrositlər deyəcəyik və eyni zamanda, gəlin burada diqqətlə də baxaq, ağ rəngli hüceyrələr var. Bu ağ böyük olan hüceyrələr leykositlərdir. Daha xırda-xırda olanlar isə trombositlərdir və diqqətlə baxanda nə görürük? Görürük ki, bunun tərkibində ən çox sağ olaraq qırmızı qan hüceyrələrdir. Hansı ki, bunlar təbii ki, qan damarları ilə hərəkət edir. Ürək vasitəsilə də, deməli, ürəyin döyülməsi ilə də damarlar boyu qanın hərəkəti təmin olunmuş olur.
Baxın burada məsələn eritrositin quruluşuna baxmış olaraq. Eritrositlər özləri, baxın, deməli diqqətlə baxaq. Eritrositin quruluşuna gəlin danışaq bir əvvəlcə. Eritrosit qırmızı qan hüceyrəsi də deyirik buna. Yetkin halda nüvəsi olmur. Deməli ilk yarananda qırmızı sümüklüyündə əmələ gələndə onun nüvəsi olur, amma yetkin hala keçəndə onun nüvəsi olmur və deməli nüvəsi olmur. Və bunun bu şəkildə, disk şəklində olmasına səbəb bu hüceyrənin səthinin sahəsini artırmaqdır. Və bu hüceyrənin nüvəsi olmadığına görə o bölünmür. Yaranandan sonra parçalanır. Demək, qırmızı sümüklüyündə əmələ gəlir, amma əvvəlcə yarananda nüvəsi olur, sonradan nüvəsini itirir, 120 gün yaşayır təxminən. Demək olar ki, deməli, eritrositlərin ömrü 120 gündür. Yəni nə qədər olacaq? 4 ay yaşayır. 4 aydan sonra deməli məhv olur və yenidən yenisi əmələ gəlir. Deməli 1 ildə 3 dəfə eritrositlər yenilənə bilir, təzələnə bilir. Yaranandan sonra, ömrünü bitirəndən sonra qaraciyər və dalaqda parçalanır. Və bunun əsas funksiyası oksigeni daşımaqdır, qismən karbon qazını daşımaqdır. Biz eritrositlərin tərkibini əgər araşdırsaq, deməli eritrositin tərkibində o oksigeni daşıyan hemoqlobin zülalıdır. Bu zülaldır şu an. Hemoqlobin zülaldır. Və hemoqlobin özünə oksigeni birləşdirir və onun tərkibində, hemoqlobin zülalının tərkibində 4 dənə, yəni bir dənə hemoqlobinə 4 dənə oksigen birləşə bilər. Və qana da qırmızı rəng verən elə hemoqlobindir, hem hissəsi, yəni dəmir. Biz yadınızda demişdik ki, mollyuskalarda hemosianindir. Onlarda çünki onların deməli hem hissəsi misdir. Mis onların qanına göyümtül rəng verirdi. Amma bu isə, yəni hemoqlobin isə qana qırmızılıq verir və bir dənə eritrositdə təqribən təsəvvür edin, bir dənə eritrositdə rəngini dəyişim, bəlkə sizə daha yaxşı görünür. Bir eritrositin tərkibində eritrosit. Bir dənə eritrositdə təqribən 250 milyon, yəni 10 üstü 6 hemoqlobin olur. İndi bir dənə də hemoqlobində 4 dənə oksigen olsa, o zaman bir eritrosit özünə nə qədər oksigen birləşdirə bilər? Bunu təbii ki, 4-ə vurarıq. O zaman bu neçə eləyəcək? 1000 eləyir. 10 üstü 6 oksigen olur. Yəni, belə baxırıq ki, bir dənə eritrositə 10 üstü 9, yəni 1 milyard oksigen birləşə bilər. Baxın, bu danışdıqlarımız hamısı eritrosit haqqında idi və 1 kub millimetrdə adətən qadınlarda və kişilərdə eritrositlərin miqdarı fərqli olur. İndi fərqli olur. Gəlin, baxın, burada baxaq. Bu isə deməli bizə trombositləri, qan lövhəciklərini burada göstərir. Burada isə bizə deməli ağ qan hüceyrəsi olan deməli ağ qan hüceyrələri, leykositləri göstərmiş olur. Gəlin dərsliyimizə də diqqət edək ki, oradan oxuyanda bizə hər şey daha aydın olsun. Baxın, eritrositlərin quruluşu haqqında danışdıq, nüvəsizdir dedik, bölünməyən qan hüceyrələrdir, orta hissəsi basıqdır, disk şəkillidir, qırmızı rəng verən oldu, hemoqlobin zülalı, orada olan hem dəmirdir və qırmızı sümük iliyində əmələ gəlir, əvvəl nüvəsi olur, sonra nüvəsini itirir, ömrü 120 gün 4 aydır, təxminən 3 dəfə təzələnir, qaraciyərdə və dalaqda parçalanır. Oksigeni qismən, bax buna diqqət edin, qismən karbon qazını daşımaqda iştirak edir. Bax, burada da qırmızı qan hüceyrəsi olan eritrositi görmüş olur. Və bu formal elementlərindən birincisi, digər formal element qan lövhəcikləri və ağ qan hüceyrələri. Ağ qan hüceyrələrin digər adı da leykositlərdir. Leykositlərin indi gəlin baxıb uşaqlar. Hər birinin həm quruluşunu deməliyik, həm ömrünü deməliyik, həm harda yaranıb, harda məhv olur və funksiyası nədir? Bax, bunların hər bir qan hüceyrəsi haqqında deməliyik. Leykositlər bir neçə növü var. Limfositlər ola bilər, T leykositlər var, B leykositlər var. Ona görə deyirik ki, bir neçə növ var. Və leykositlərin hamısının nüvəsi var. Baxın uşaqlar, əgər tutaq ki, qan analizi verərək hansısa bir irsi xəstəliyi təyin etmək bizdən tələb olunursa, demək irsi məlumatlar harda toplanır?
Biz bunu 7-ci sinifdə demişdik ki, hüceyrədə xromosomlarda irsi məlumat toplanır. Bəs xromosomlar harda olur? Xromosomlar hüceyrənin nüvəsinin içində olur, düzdürmü? Demək ki, nüvəsi olan hüceyrələrə baxmaq lazımdır ki, orada olan hansısa bir, deyək ki, irsi xəstəliyi öyrənə bilək. Demək ki, o zaman qan analizi verəndə irsi xəstəliyi müəyyən etmək üçün qan analizi götürürlərsə, hansı hüceyrəyə baxacaqlar? Nüvəsi olan hüceyrə. Nüvəsi olan hüceyrədə leykosiddir. Təbii ki, eritrositin nüvəsi yoxdur. Amma leykositin nüvəsi var. Və leykositlər rəngsizdirlər. Baxın, buradan da görünür. Onlar yalançı ayaq əmələ gətirə bilirlər, fəal, hərəkətli olurlar. Hətta o qədər fəal olur ki, onlar kapilyarların divarlarını belə tərk edir. Yəni bu kapilyardır, deyə onun divarından çölə çıxa bilirlər. Və belə bu şəkildə xaric olunaraq, yəni tərk edərək orqanizmə düşən yad cisimləri tutub zərərsizləşdirirlər. Harda yaranır desək, bunlar da bütün qan hüceyrələri kimi qırmızı sümük iliyində yaranır, amma bir dənə əlavə olaraq bunlar limfa düyünlərində yaranır. Baxın, eritrositlər harda yarandı? Qırmızı sümük iliyində, düzdürmü? Leykosit harda yarandı? Bunlar qırmızı sümük iliyində yaranır. Əlavə olaraq bunlar həm də limfa düyünlərində yaranır. Biz bunu limfa sistemi keçəndə də demişdik. Ömrü nə qədərdir? Qırmızı qan hüceyrələrinin ömrü 120 gün oldu. Amma bunların ömrü bir neçə saatdan bir neçə ilə qədər ola bilər. Harda parçalanır? Bu parçalandı qaraciyərdə, qırmızı sümüklü qaraciyərdə və dalaqda parçalandı. Amma bunlar isə parçalanacaq yalnız və yalnız dalaqda. Deməli, limfositlər bu oldu yaranma yeri. Parçalanma yeri isə harda olacaq? Parçalanır, yalnız dalaqda parçalanır. Əlavə olaraq yaranma yeri var, amma parçalanma yeri yalnız dalaqdadır. Burada bir dənə qırmızı sümük iliyində yaranır, amma həm qaraciyərdə, həm də dalaqda parçalanır. Qırmızı rəngdə olan, yəni eritrositlər. Orqanizmin mikroblardan, bax o yalan belə deyək də, yad cisimlər ki, deyirik, zərərsizləşdirir. Bunlar orqanizmi, bax burada şəkildə də görünür. Mikroblardan, zəhərli maddələrdən, yad hüceyrə və toxumalardan qorunmasında mühüm rol oynayır. Necə eləyir? Bax bu leykositlərin bəzi növləri mikroorqanizmi və yaxud da yad cismi tutmaq üçün yalançı ayağa əmələ gətirirlər. Və bunun hesabına baxın bakteriyanı yalançı ayağa əmələ gətirib, buna pseudopodilər də deyirdik. Bunun hesabına onları əhatə edir, sonra isə öz sitoplazmaları içərisinə alır və nəticədə nə olur? Həzm vakuolu əmələ gəlir və ora xüsusi fermentlər sintez edir və nəticədə də bu proses nə adlanır? Fagositoz. İlk dəfə fagositoz hadisəsində Meçnikov öyrənmişdir. Gəlin elə ona deməli videosuna burada diqqətdən baxaq. Baxın, burada bizə leykositləri göstərir. Bax, bu leykosit görürsünüz, bax, bu bakteriyadır. Burada bakteriyanın necə məhv etdiyini, baxın, yalançı ayaq əmələ gətirdiyini göstərir. Və yaxud da burada leykosit damardan çıxıb deyək ki, məsələn, bu deyək ki, bağırsağın xovlarıdır və yaxud da ki, hansısa bir daxili orqanlarımızı orada yaxud da damarın içində olsun. Baxın, bu yaşıl rəngdə olan bakteriyaları yalançı ayaq əmələ gətirərək fagositoz hadisəsini həyata keçirib onu məhv edir. Bu da mikroskop altında görünüşüdür. Baxın, bu oxla göstərilən isə bakteriya idi. Bakteriyanı yalançı ayaq əmələ gətirərək məhv edir. Fagositoz edir, yəni onu udur. Baxın, burada da görünür. Yalançı ayaq vasitəsilə həmin o bakteriyaları deməli udur. Və yaxud da baxın, burada eyni həmin hadisəni bizə göstərir yenidən və nəticədə bakteriya daxilində onu məhv edir. Kiçik hissələr qədər parçalayır və həll olur, gedir leykositlərin tərkibində. Bax, bu şəkildə həll olmuş olur. İndi gəlin dərsimizə qayıdaq. Demək, bu bizim orqanizmimizin müdafiə sistemindən biridir, düzdürmü? Hansı ki, leykositlərin yaranması. Amma orqanizmin müdafiə reaksiyalarından biri də bizim anticismlərin, qanımızda anticismlərin olmasıdır. Və bu anticism özü zülaldır. Baxın, anticism. Bu nədir? Bu zülaldır. Bəs yaxşı, bu anticismlərin nə yaradır? Bu anticismləri limfa düyünlərində, qanda olan leykositlərin bir növü olan limfositlər bunun yaranmasında iştirak edir. Deməli, anticismləri yaradan limfosit
lərdir. Anticisimlərin işi nədir? Bunlar zülaldırlar və bunlar orqanizmdə olan yad cisimləri, zəhərləri zərərsizləşdirir. Və belə bu şəkildə bizim orqanizmimizin müdafiə reaksiyalarından birini həyata keçirmiş olur. Təbii ki, həmin bu limfositlər də limfa düyünlərində yaranırdı. İndi danışaq digər qan hüceyrəsi olan trombositlərdən. Baxın, burada trombositlər göstərilibdir. Daha kiçik olur. Trombositlərin deməli, quruluşundan danışsaq, trombositlər də leykositlər kimi rəngsizdir. Amma eritrositlər kimi nüvələri olmur. Deməli, eritrositin də nüvəsi yoxdur, trombositin də nüvəsi yoxdur. Bir dənə nüvə olan leykosit oldu. Bütün qan hüceyrəsi kimi bu da qırmızı süniliyində əmələ gəlir. Leykosit isə həm qırmızı süniliyində yaranır, həm də harda yaranır dedik, həm də limfa düyünlərində yaranır. Bax gördünüz, bu limfositlər limfa düyünlərində yaranır. Yaşama müddəti leykosit bir neçə saatdan bir neçə ilə qədər oldu. Eritrosit 150 gün oldu. Bunun müddəti 7-10 gündür. Yəni bir ayda bir ay əgər 30 gündən götürsək, 30-u bölərik 7-yə, təqribən 4 və yaxud da 30-u bölərik 10-a, təqribən 3. Bir ayda 3-4 dəfə trombositlər təzələnə bilir. Trombositlər də eritrositlər kimi qaraciyərdə və dalaqda parçalanır. Trombositin əsas funksiyası nədir? Qanın laxtalanmasını təmin edir. Qanın laxtalanması əslində özü mürəkkəb bir prosesdir və orqanizmin qan itkisinin qarşısını alan mühüm bir müdafiə reaksiyalarından, funksiyalarından biridir. Necə ki, yad cisimciklər, limfositlər anticisim ifraz edir, məhv edir və yaxud da leykositlər qırmızı yalançı əmələ bir müdafiə sistemimizə təşkil edir. Bizim qanın laxtalanması da bizim müdafiə funksiyamızdan, müdafiə mexanizmlərimizdən biridir. Və qanın laxtalanması üçün bir neçə şərt lazımdır. Bu şərtlər hansılardır? Ən birinci, qanın laxtalanması üçün onun tərkibində olan o maye hissəsində, yəni onun plazmasında kalsium ionları olmalıdır. Deməli, nə olmalıdır? Kalsium ionu olmalıdır. K vitamini olmalıdır. K vitamini olmalıdır və plazmada fibrinogen zülalı olmalıdır. Təbii ki, bir də həmin o trombositlərin olması vacibdir. K vitamini qan deyək ki, zədələnərsə qan damarı, bu zaman nə baş verir? K vitamini qaraciyərdə protrombin, baxın, protrombin zülalını və digər bəzi qan laxtalama amillərinin sintezi üçün deməli vacibdir. Yəni K vitamini nə edir? K vitamini qaraciyərdə protrombinin əmələ gəlməsində iştirak edir. Demək, protrombini əmələ gətirən K vitaminidir. Bax, bunu əmələ gətirən K vitaminidir ki, protrombin harda əmələ gəlir? Qaraciyərdə. Protrombin və digər bəzi laxtalanma amillərinin sintezi üçün vacibdir. Və qan laxtalanma amilləri, yəni kalsiumdur, ionlarıdır, K vitaminidir. Bu amillər aktivləşir və nəticədə protrombini trombinə çevirir. Protrombin trombinə çevriləndən sonra trombin də suda həll olan, plazmada olan fibrinogen zülalına təsir göstərir. Və həmin o fibrinogen zülalına təsir edəndən sonra fibrinogen zülalı suda həll olmayan fibrin zülalına çevrilir. Fibrin liflərinə çevrilir. Və bu zaman nə baş verir? Baxın, qan damarı zədələnir, trombositlər dağılır ətrafa, plazmaya, laxtalanmanı təmin edən ferment xassəli maddə xaric edir. Bax, bu trombosit. Yəni, trombosit həmin fermentlər xaric edir. Yəni, protrombin olsun və yaxud da ki, laxtalanmada iştirak edən digər fermentlər olsun. Təbii ki, kalsium və K vitamini lazımdır. Və nəticədə trombositlər fəallaşır. Və kimyəvi dəyişikliyə məruz qalan həmin o deməli trombositlərin fəallaşmasından ki, protrombin yaradır, protrombinə təsirdir laxtalanma amilləri ki, trombinə çevrilir. Trombin fibrinogenin çevirir fibrinə və nəticədə fibrinə çevrilməsi nəticəsində liflər sıx tor əmələ gətirir. Baxın, burada başlayır tor əmələ gəlməyə. Bax belə, bax burada görünür. Sıx tor əmələ gəlir. Və fibrin lifləri tor şəkilli belə bir şəbəkə yaradır və burada
qan hüceyrələri ilişib qalır, eritrositlər xüsusilə ilişib qalır və bu zaman qan laxtası və yaxud da tromb əmələ gəlir. Deməli, bir də deyirik, qanın laxtalanmasında iştirak edən trombositlər. Trombositlər qanın laxtalanmasında iştirak edən xüsusi fermentləri xaric edir. Və trombositin funksiyasının belə deyək də təsirindən kimyəvi dəyişikliyə məruz qalan fibrinogenin fibrinə çevrilməsi nəticəsində liflər yaranır. Fibrinogen fibrinə çevrilir. Bəs yaxşı fibrinogeni fibrinə çevirən nə idi? Protrombini idi. Protrombini sintezini həyata keçirən nədir? K vitaminidir. K vitamini qaraciyərdə protrombini və digər laxtalanma üçün lazım olan maddələri sintez edir. Protrombin trombinə çevrilir və trombinin təsirindən qanın tərkibində plazmada olan fibrinogen suda həll olan çevrilir fibrin zülalına və nəticədə liflər yaranır. Həmin liflər də tromb əmələ gətirir. Qoymur ki, qan buradan xaric olunsun və beləliklə də nəticədə zaman keçdikcə də qan laxtası yaranır ki, tromb yaranır və nəticədə daha sonra bax bu qan damarı bərpa olunmuş olur. Limfada da deyirik fibrinogen var. Necə qanda fibrinogen var, limfada da var. Limfa damarı da eyni ilə belə deyək ki, zədələnəndə o da laxtalanır. Amma onun laxtalanması nisbətən yavaş gedir. Hətta bəzi irsi xəstəlik, məsələn, hemofiliya xəstəliyi ilə əziyyət çəkən insanlarda qanın laxtalanmasını təmin edən amillərin bəziləri olmur. Ona görə də onlarda laxtalanma qabiliyyəti pozulur. Ona görə də bu hemofiliya xəstəsi olan insanlar qanaxmadan ölə bilərlər. Və adətən hemofiliyanın daşıyıcıları qadınlar olur. Yəni bu nə deməkdir? Həmin qadın hemofiliyanı daşıyır, o xəstəlik onun genində var, amma o özü xəstə deyil. Və o xəstəliyi növbəti nəsildə digər nəslə ötürə bilər və həmin nəsildə bu hemofiliya xəstəliyi üzə də çıxa bilər, üzə çıxmaya da bilər. Təbii ki, əgər bu qadının oğlu olacaqsa, hemofiliyanı daşıyan qadının oğlu olarsa, onun oğlanın xəstə doğulma ehtimalı vardır. Çünki həmin qadın hemofiliya xəstəliyini daşıyır. Deməli, biz qan hüceyrələrindən danışdıq, amma qanın tərkibində olan plazmadan danışmadıq. Baxın, qanın formalı elementlərindən, yəni hüceyrələrindən danışdıq. Eritrositdir, leykositdir, trombosit. Həmçinin nə dedik? Qanın tərkibində plazma da var. Və bu qanın plazması belə deyək ki, qan toxumasının hüceyrə arası mayeəsidir. Əgər bu qan toxumasının hüceyrələrsə, onun arasında olan hüceyrələr arası maye plazma adlanır və o qanın 55%-ni təşkil edir. Plazmanın özünün isə, bunun özünün isə 90%-i sudur. Yəni daha çox su var, 10%-i digər tərkibində olan qeyri-üzvü maddələrdir, digər maddələrdir. Qeyri-üzvü maddələrdən də 90%-i deməli sudur. Məsələn, bizə verərsə ki, 5 litr qanın plazmasında nə qədər su var? 5 litr qanın plazmasında nə qədər su var? Deyirik ki, 5 litr əgər 100%-dirsə, o zaman 90% x. Bu da neçə eləyəcək? Yox, uşaqlar, düzgün getmədim, üzr istəyirəm. Deməli, birinci nə etməliyik? Birinci plazmanı tapmalıyıq da. 5 litr qanın plazması deyir axı. Hə, 5 litr qan əgər 100% götürəriksə, onun 55%-i nə olacaq? Plazma olacaq, düzdür? O zaman 5 litrin 55%-ni tapmalıyıq. 5-i vururuq 55-ə, bölürük 100-ə. 5 vur 5, 25, 2 yadda, 25, 2 da yadda, 27. Demək, 27,5 litr plazma var. Sonra bizdən plazmanın içindəki oksigeni soruşur. Nədir? Suyu soruşur. Demək, əgər 27,5 litr plazma 100%-dirsə, onun 90% nədir? Sudur. O zaman suyu tapaq. X bərabərdir. 27,5 vurulsun 90, bölünsün 100. 9'u 5'e vuranla 45. 9 vur 7. 9 vur 7. İnşallah bir anlık unuttum her şeyi. 63. 4 de yaddıydı. 67. 9 vur 2. 18. 6 da yadda. 24. Ve bunu da 100'e böləndə 24,7 litr deməli su var. Gördünüz, 27,5'in 24 litri ne var ki, tərkibi sudur. Gəlin uşaqlar, burada növbəti bizə nədən danışılır? Düşün müzakirə hissəsinə baxaq. Qana daim bir çox maddələrin daxil olmasına baxmayaraq, plazmanın tərkibidir,
demək olar ki, yaxud da qanında, yəni tərkib, plazmanın tərkibi demək olar ki, dəyişmir. Nə üçün? Qanın tərkibinə, yəni plazmanın tərkibinə su daima daxil olur. Düzdürmü? İçdiyimiz su daxil olur və ya da zərərli maddələr keçir qana. Bunlar hamısı təbii ki, qanımızda olan xüsusi orqanlar vasitəsilə bədənimizdən təmizlənir. Bu orqanlara nə aiddir? Böyrəklər. Böyrəklər vasitəsilə qanda olan su, plazmada olan su, sidik cövhəri təmizlənir. Və yaxud da ağciyərlər. Qanda olan karbon qazını təmizləyir. Və yaxud da ki, məsələn, deyək ki, qaraciyər. Qaraciyər qanın tərkibini demək olar ki, 95%-ni zərərli maddələrdən təmizləmiş olur. Burada bizə öyrəndiklərinizi tətbiq edin hissəsində deyilir ki, məktəblinin qan analizinin nəticəsinə görə bəzi göstəricilər aşağıdakı kimidir. Demək, məktəblidə görünür ki, eritrositlərin sayı 5,7 milyondur 1 kub millimetrdə, leykositlərin sayı 20 mindir 1 kub millimetrdə, trombositlərin sayı 240 mindir. Və burada bizə norma verilmişdir. Elə ki, kişilərdə bunu uşaqlar əzbər bilmək lazımdır. Çünki məsələlərdə qarşımıza çıxacaq. Kişilərdə 1 kub millimetr qanda 4,5-6 milyon eritrosit, qadınlarda isə 3,8-5 milyon eritrosit var. Və belə yadda saxlayırıq ki, həmçinin 1 litrimiz 10 üstü 6 kub millimetrdir. Bax, bunu yadda saxlayırıq. Və eyni zamanda 1 millilitr 1 kub santimetrdir. Bax, bu çevriliş keçidləri yadda saxlayaq. Leykositlərin miqdarı normada qadın və kişilərdə eynidir. 4-12 mindir 1 kub millimetrdə. Çünki bu çevrilməni nəyə görə verdim? Məsələn, deyə bilər ki, 5 litr qanda tutaq ki, nə qədər eritrosit var, nə qədər leykosit var. Ona görə də bu çevrilməni bilməyimiz vacibdir. Məsələn, 1 litr əgər qanda 4000 leykosit varsa, 1 litr qanda 4000 leykosit varsa, 5 litr qanda təbii ki, 5-i 4-ə vuruq, 20 min leykosit olacaq və s. Trombositlərin miqdarı 150-400 min arası dəyişir. Və bizə deyir ki, analiz nəticəsinə və cədvəldəki məlumatlara əsasən suala cavab verir. Məktəblin analizin nəticəsinə görə hansı fikri söyləmək olar? Nə görə? Eritrosit miqdarı 5,7-dir. Əgər bu məktəbli oğlan olarsa, o zaman bu normadır. Çünki 4-dən 4,5-6 milyon arasında yerləşir 5,7 milyon. Amma məktəbli qız olarsa, bu nisbətən 5 milyondan çox olduğuna görə həmin qızda eritrositlərin miqdarı nisbətən çoxdur. Amma bu qorxulu hal deyil. Leykositlərin miqdarına baxırıq, 20 mindir və normada 12 minə yaxın qədər olmalıdır. Yəni 12 mindən çoxdursa artıq demək qanda leykosit miqdarı çoxdur. Və leykosit miqdarının çox olması bizə ona belə deyək ki, işarə verir ki, demək ki, qanda deməli zərərli ya cisimlər, ya bakteriya, hansı bir infeksion xəstəliklər var qanda. İnfeksiya keçib qana. Ona görə də leykositlərin sayı artır ki, həmin infeksiya ilə mübarizə aparsın. Məsələn, insan deyək ki, qrip olursa, hansı bir soyuq dəyimi olarsa, o zaman qan analizi verəndə onun leykositlərin miqdarı həmişə çox çıxır. Çox çıxırsa, demək ki, qanda hansı bir yad cisimciklər var. Trombositlərin miqdarına baxanda 241 mindir, 150-400 arasında yerləşdiyinə görə bunun miqdarı normadadır. Keçən suallara da cavab verək. Qan insan orqanizmində hansı funksiyalar yerinə yetirir? Dedik ki, qan daşıyıcı funksiyanı yerinə yetirir, tənzimləyici funksiyanı yerinə yetirir, istiliyin tənzimlənməsində iştirak edir, daşınmada iştirak edir, deməli, tənəffüsü oksigeni daşıyır, zərərli maddələrin daşınmasında iştirak edir. İnsanın qan plazmasının əsas hissəsini nə təşkil edir? Təbii ki, qan plazmasının əsas hissəsi 90% su təşkil edir. Güclü qanaxmalar zamanı insanın vena damarına nə üçün kalsium florid məhlulu vurulur? Çünki kalsium florid biz bilirik ki, kalsium ionu deməli, qanın laxtalanmasında iştirak edən ionlardan biridir ki, bu da qanın laxtalanması sürətini artırır ki, vena damarlarından qanaxma azaltsın, yəni qanaxma dayansın deyə. Düzgün fikirləri seçək. İnsanın qanında qazların daşınmasında iştirak edən formalı elementlər, yəni söhbət
eritrositdən gedir. Onun haqqında düzgün fikir deməliyik. Yetkin halda nüvəsi olmayan qan hüceyrəsidir. Bəli, yetkin halda nüvəsi yoxdur. Dalaqda ağciyərdə yox, qaraciyərdə parçalanır. Ona görə bunu götürmürük. Aktiv hərəkət etmə qabiliyyətinə malikdir. Bu leykositlərə aid fikirdir. Qırmızı sümük iliyin əmələ gəlir. Bəli, qanın laxtalanmasının zamanı parçalanıb trombositlərə aid bir xüsusiyyətdir. Deməli, düzgün cavabımız 1 və 4-cü olacaq. Bu qədər uşaqlar bu dərsimizdə. Ümid edirəm hər bir şey sizə aydın oldu. Sağ olun.